Səhər vaxtınız xeyir olsun. Baxırıq elektrik sahəsinin dərs izahına. Birincisi elektrik sahəsi. Elektrik sahəsini nə yaradır? Elektrik sahəsini elektrik yükləri yaradır. Təbiətdə iki növ elektrik yükü var. Müsbət və mənfi elektrik yükləri. Yükü olmayan zərrəciklər isə elektroneytral və ya yüksüz zərrəciklər adlanır. Sükunətdə olan elektrik yüklərin yaratdığı sahə isə elektrostatik sahədir. Sükunətdə olan elektrik yüklərin yaratdığı sahə olacaq elektrostatik sahə və onlar ətrafında yalnız elektrik sahələrini yaradırlar. Birincisi, baxaq elementar yükə. Təbiətdə mövcud ola bilən ən kiçik yük elementar yükdür və qiyməti 1,6 vurulsun 10 üstündə -16 kulondur. Kulon elektrik yükünün vahididir. Onun haqqında danışacaq. Müsbət mənfi yüklər dedik. Müsbət yüklərə misal olaraq proton, pozitron, yəni elektron antizərrəciyi, alfa zərrəciyi misal göstərmək olar. Mənfi yüklərə misal olaraq elektron, antiprotonu misal göstərmək olar. Yüksüz zərrəciklərdə misal olaraq neytronu misal göstərmək olar. Neytron, atom, molekul, bunlar yüksüz zərrəciklərdir. Atom nədir? Müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Deməli, nüvənin yükü, nüvə müsbətdir. Elektronsa dediyi mənfidir. Əgər burada müsbət və mənfilərin sayı bir-birinə bərabər olarsa, müsbət və mənfilərin sayı bir-birinə bərabər olarsa, bu elektroneytral zərrəcik adlanır və bu atomdur. Amma zərrəcik özünə elektron birləşdirərsə və ya elektronu itirərsə, çevriləcək iona. Elektrondan gedir. Çox vaxt götürüb protonu silirsiniz, elə şeylər eləməyin. Proton dəyişmir, dəyişən elektrondur. Yəni atom asanlıqla öz elektronu itirə və özünə elektron birləşdirə bilər. Baxın. Burada verdiyim nümunədə bir proton, 2 elektron götürmüşəm. Deməli, burada elektronların sayı protonların sayından bir vahid çoxdur. Deməli, bu olacaq mənfi ion, mənfi 1 ion. Yükü də olacaq mənfi 1. Əgər elektronların sayı protonların sayından az olarsa, baxın, məsələn, tutaq ki, bu elektronlarını itirdi. Elektronlarını itirəndə heç bir elektron yoxdur, yalnız müsbət protonu var. Bu olacaq müsbət ion. Deməli, baxırsınız, əgər elektronlarla protonların sayı, müsbətlərin sayı, neytron yox artar. Nüvənin içində həm proton olur, həm də neytron olur. Amma biz baxırıq yalnız protonların işarəsinə, ion və ya atom olduğunu təyin etmək üçün. Deməli, ionda müsbət və mənfilərin sayı fərqli olur. Atomda isə müsbət və mənfilərin sayı bir-birinə bərabər olmuş olacaq. Elektrik yükü işarə olunur Q hərfi ilə. Elektrik yükü hərfinə işarə olunur. Vahidi kulondur. Bir kulon nəyə deyilir? 1 amper cəryan şiddətində naqilin en kəsilən bir sayında keçən yükə deyilir. Daha sonra kulondur. Kulonun yerinə əsas vahidlərdən amper vurulsun, saniyə yazırsınız. Skaler fiziki kəmiyyətdir. Burada plus minus n nə deməkdir? Burada n artıq və ya çatışma elektronların sayıdır. Elektronlar əgər artıq olarsa mənfi n, müsbət az olarsa, yəni çatışmayan elektron olursa müsbət n-ni hesablayırsınız. Elektronların sayıdır bu. Z-yə isə nüvənin yükünü hesablayırsınız. Burada protonların sayını götürüb hesablamış olacaqsınız. Sonra elektrik yükünün səthi sıxlığı var. Yükün səthi sıxlığı Q bölünsün S ifadəsindən təyin olunur və sigma hərfinə işarə olunur. Vahidi kulon bölünsün metr kvadratda. S burada saatin sahəsidir. Bir də uşaqlar var xüsusi yük. Xüsusi yük isə Q bölünsün M-lə təyin olunur. Vahidi kulon bölünsün kilograma bərabərdir. Yükün xassələri yükü saxlanma qanunudur. Qapalı sistemdə yüklərin cəbri cəmi sabit qalır, additivdir. Sistemin yükü onu təşkil edən yüklərin cəbri cəminə bərabərdir, diskretdir. Yüklər, elektrik yükü kəsilməz deyil, diskret qiymətlər alır. Yəni, elektrik yükü elementar yükün tam misillərinə bərabərdir. Mütləq bu ödənməlidir. İnvariantdır. İnersiya hesablama sistemlərində dəyişməz olaraq qalır. Bu belə. Daha sonra əgər yükləri toxundurub ayırırıqsa, dedik ki, yük qorunmalıdır. Məsələn, bir kulon yük ilə mənfi 5 kulon yükü bir-birinə toxunub eyni qədər məsafəyə ayırsaq, tutaq ki, bu kürələrin radiusları bir-birinə bərabərdir. Onda növbəti əmələ gələn yüklər Q1' bərabər olur Q2' və əvvəlki yüklərin cəbri cəmi bölünsün 2-yə bərabər olacaq. Müsbət 1 üstəgəlisi mənfi 5 işarəni nəzərə alırsınız. Olacaq mənfi 4 bölünsün ki, mənfi 2. Burada sizdən soruşa bilər ki, məsələn, bu A kürəci olsun, bu da olsun B kürəci. Hansı yük keçdi? Metal kürələrdə mənfi yükdən, yəni mənfilər, yəni ümumiyyətlə elektronlar müsbətə doğru gedirlər. Yəni, mənfidən müsbətə keçmiş olacaq. Siz burada ədədi qiymətinə yox, işarəsinə fikir verməz ki, mənfi hansıdırsa ondan digərinə keçir. Deməli, bu mənfi 5 kulon yükdən mənfi 3 kulon yük A kürəcinə keçmiş sayılır. Həmişə mənfidən müsbətə götürürsünüz. Əgər radiuslar eyni deyilsə, onda düsturunuz belə olacaq. Q1' bərabər olar. Q1 üstəgəl Q2 bölünsün R1 üstəgəl R2.
Küp bir ştrix tapışsa R1-ə, küp bir ştrixlər, kök ştrixlər toxunub ayırmadan sonraki olan yüklərin miqdarı kök ştrixsə bərabərdir. Yenə Q1 üstə gəlsin Q2 bölünsün R1 üstə gəl R2 vurulsun R2. Baxın uşaqlar, yük qorunur. Yük qorunur nə deməkdir? Əvvəlcə sistemin ümumi yükü nə qədər idi? 5 üstə gəlsin, mənfi 5 üstə gəlsin 1, mənfi 4 idi. Toxunmadan sonra da hər biri mənfi 2, mənfi 2 oldu. Mənfi 2 üstə gəlsin, mənfi 2 yenə də olacaq neçə? Mənfi 4. Deməli, yük qorundu, saxlandı. Toxunma olmadan elektriklənmə uşaqlar. Toxunma olmadan elektriklənmə adlanır elektrostatik induksiya hadisəsi. İnduksiya. Burada toxunma yoxdur, sadəcə yaxınlaşma ilə biz cisimləri elektrikləndiririk. Tutaq ki, burada bizə neytral belə bir metal lövhə verib, müsbət yükü bura gətirdikdə, müsbət yükü yaxınlaşdırdığımız tərəf AB-dir. AB tərəfi yüklənir mənfi, yəni elektronlar müsbətə doğru cəzb olduğunun AB hissəsində toplanır. Digər tərəfdə elektron çatışmazlığından müsbət yüklənmiş olacaq. Aha, bu belə oldu elektrostatik induksiya hadisəsi, yüklərin yenidən paylanması sayılır. Torpaqlama. Torpaqlama nədir uşaqlar? Torpaqlama zamanı yer kürəsi böyük kürə olduğuna görə, yəni yer kürəsi daha böyük kütləyə malik olduğuna görə bütün yükləri özünə doğru çəkir. Kürənin ölçüsü nə qədər böyük olarsa, böyük yükü özünə daha çox çəkmiş olar. Deməli, baxın, tutaq ki, torpaqlanma zamanı, gəlin belə deyək, bura bir müsbət yük yaxınlaşdırdıq. Müsbət yük yaxınlaşdırdığımıza görə B hissəsi mənfi yüklənmiş olacaq. Digər hissədə elektron çatışmasından müsbət yüklənməkdir. Amma torpaqlanma zamanı bu hissə müsbət yüklənmiş olmayacaq. Bu hissə olacaq neytral. Nə baş verir? Torpaqda olan elektronlar gəlir yığılır. A hissəsinə bu hissəni neytrallaşır. Deməli, torpaqlanma zamanı həmin hissə neytrallaşmış olacaq. Hissə belə bir sferik səthlər verib. Deməli, bu səthlərdə tutaq ki, yaxınlaşma ilə elektriklənmə edirsinizsə, müsbətə əgər sferanın daxilinə doğru yaxınlaşdırmısınızsa, sferanın daxili mənfi, xaricində isə müsbət işarəli yüklər toplanmış olacaq, yəni mənfilər yığıldı. Daxilə doğru, səthində isə mənfi çatışmazlığına müsbət yüklənmiş olacaq. Həmçinin, baxın, bura xaricdən yaxınlaşdırma zamanı bu hissə mənfi, digər hissə isə müsbət potensialı olmuş olacaq. Daha sonra daxildən toxundurma zamanı sferanın içərisi 0 olur və bu kürə bütün yükünü verir sferaya. Məsələn, xaricdə oldu müsbət, əgər neytral bir sfera isə müsbət 5 konuydu, hər birini verdi sferaya. Xaricdən toxundurma zamanı isə uşaqlar, hansı ki düsturumuz vardı, isə radiuslar verirdi. Q1 ştrix bərabərdir, Q1 üstə gəl Q2 bölünsün R1 üstə gəl R2 vurulsun. Əgər Q1-i tapırdınızsa R1-ə vururdunuz, Q2-ni tapırdınızsa R2-yə vurub hesablamanızı aparırsınız xaricdən toxunma zamanı. Daha sonra elektroskop. Elektroskop cisimlərin elektriklənmədiyini ölçmək üçün, müşahidə etmək üçün daha doğrusu istifadə olunan bir cihazdır. Nə baş verir? Bu elektroskopun topuzudur. Və daha sonra baxın, buradan belə bir vərəqlər gəlir. Bu vərəqlər normal halda əgər neytralsa bir-birinə yaxın vəziyyətdə olurlar. Bu şüşədir, bu isə dielektrik dayaqdır. Əgər bura biz müsbət bir yükü yaxınlaşdırsaq, topuz mənfi yüklənmiş olacaq. Mənfilər yuxarı qalxdığına görə, topuza yığıldığına görə könüklər isə, vərəqlər isə müsbət yüklənmiş olacaq və bir-birlərindən aralanarlar. Daha sonra mənfini yaxınlaşdırsaydıq, deməli bunlar oldu müsbət. Mənfini yaxınlaşdırsaydıq, tamamilə bunun əksinə topuz bu səfər müsbət, vərəqlər isə mənfi yüklənmiş olacaqdı. Daha sonra uşaqlar, toxunma ilə elektriklənmədə isə yenə də düsturlarınızı yazıb hesablayırsınız. Məsələn, əgər neytral bir topuz üçün neytral bir kürəci idisə, nə baş verər görək? Tutaq ki, radiuslarını eyni götürəcəm sadəlik üçün. Tutaq ki, bu da müsbətdir, müsbət 5-dir, bu da müsbət 9-dur. 9 üstə gəlsin 5 oldu 14, 14-ü böldünüz 2 oldu 7. Deməli, əvvəlcə müsbət 9 koluna malik idi, indi isə oldu 7. Vərəqlər biraz qapanır. Daha sonra tutaq ki, bura 11 yaxınlaşdırdıq. 11 üstə gəl 9, 20, 20-ni böldünüz 2, 10. Vərəqlər biraz daha neyniyər? Açar, daha böyük oldu, 10 oldu hal-hazırda. Daha sonra bu müsbət 9 idi. Buna yaxınlaşdırdınız mənfi 9-u, topladınız, böldünüz 2, aldınız 0. Deməli, vərəqlər tamamilə qapanar. Buna yaxınlaşdırdınız mənfi 11-i, mənfi 11 üstə gəlsin 9, mənfi 2, mənfi 2-ni də 2-yə bölsəz düşəcək mənfi 1. Deməli, əvvəl müsbət 9 idi, indi isə oldu mənfi 1. Nə baş verdi? Vərəqlər əvvəlcə, deməli, əgər işarə dəyişibsə müsbət idi, oldu mənfi 1. Vərəqlər əvvəlcə qapanar, sonra isə azacıq açılar yazmalısınız.
Elektroskopun iş prinsipi eyni şərlə yüklənmiş yüklərin bir-birini itələnməsinə, yəni vərəqlərin burada bir-birini itələnməsinə əsaslanır. Elektrometr ölçür gərginlik və ya potensiallar fərqini. F1 çıxılsın, F2 potensial fərq. Birazdan bunun haqqında danışacaq. Bunun elektroskopdan fərqi nədir? Burada ölçmə gedir. Yəni bura məsələn hansı yükü toxundursaq onun gərginliyə qədərsə burada bir əqrəbimiz var. Əqrəb məsələn burada 0 volt, 5, 15, 20 volt və s. yazır. Yaxınlaşdırdığımız kürəcin gərginliyi nə qədərsə həmin qədər də əqrəbimiz meyl edəcək. Bunun da iş prinsipi elektriklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır. Elektrofor maşını uşaqlar baxın, iki belə Leyden bankalarından ibarətdir. Konduktorları var, Leyden bankalarına birləşmiş. Bir də iki silindir var. Bir də bunun dəstəyi var. Dəstəyi fırladanda bu silindir dedim, üzr istəyirəm, diskləri var. Dəstəyi fırladıqda disklər əks istiqamətlərdə, biri saat əqrəbi istiqamətinə tutaq ki, birisi saat əqrəbinin əksinə fırlanır və biri müsbət, biri mənfi yüklənmiş olur. Bunlar Leyden bankalarında toplanır və konduktorları yüklənmədən sonra bir-birinə yaxınlaşdığında bunlar arasında belə bir qığılcım yaranmış olur. Elektrofor maşınıdır. Elektriklərini toplamaq və ayırmaq üçün istifadə olunur. Daha sonra uşaqlar keçək kəmiyyətlərimizə. Kulon qanunu. Kulon qanunu nədir? Vakuumda iki yükün qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibasıdır. Burada K kulon sabitidir. K buradan Fr kvadrat, bu vakuumdaydı uşaqlar. Fr kvadrat bölünsün Q1 vurulsun Q2'ye bərabərdir. Və ya 1 bölünsün 4pi epsilona bərabərdir. Epsilon 0 elektrik sabitidir. Görək K'nın vahidi nədir? Qüvvənin vahidi Newton, məsafənin vahidi metrdə olacaq Newton metr kvadrat. Gəlin vahidimizi buradan çıxardaq. Qüvvənin yerinə Newton, məsafənin yerinə metr kvadrat. Bölünsün kulon vurulsun kulon, yəni yüklərin hasisi kulon kvadrat. Bu oldu kulon sabitinin vahidi. Bir də var elektrik sabiti. Elektrik sabitindən kulon sabiti bir-birlərinin tərs olduğuna, deməli elektrik sabitinin də vahidi, elektron yox, elektrik sabitinin də vahidi kulon kvadrat. Bölünsün Newton vurulsun metrin kvadratına bərabərdir. Cisimlər elektrik keçirmə qabiliyyətinə görə şartüstür olur. Naqillər, yəni keçiricilər, yaxşı keçirənlər. Yarım keçiricilər, bir də var dielektriklər. Dielektriklər elektrik cərəyanı keçirməyənlərdir. Yarım keçiricilər naqil və dielektriklər arasında yerləşir. Deməli uşaqlar, dielektriklərdə yükləri dielektrik daxilinə gətirdikdə onların deməli elektrik sahələrini azaltmış olacaq. Yaratdığı elektrik sahələrini, qarşılıqlı təsir qüvvələrini azaltmış olacaq. Dielektrik daxilində kulon qüvvəsi F bərabərdir. K vurulsun modulda Q1 vur Q2 bölünsün epsilon vur R kvadrat olmuş olacaq. Yəni epsilon vur dielektrik nüfuzluğudur. Dielektrik nüfuzluğu vakuumda vahidə bərabərdir, amma digər mühitlərdə get-gedə artdığından qüvvədə dielektrik nüfuzluğu dəfə azalmış olacaq. İki yük arasındakı qarşılıqlı təsir qüvvəsi əks şəriklər bir-birlərini cəzb edir, eyni şəriklər isə bir-birlərini itələyirlər və bu qüvvələr qiymətcə bir-birinə bərabər olurlar. Unutmayın, F1 bərabər modulcu F2, amma istiqamətcə bir-birlərinin əksinə bərabərdirlər. Həmişə yüklərin qiymətinə asılı olmayaraq bunlar bir-birinə bərabərdir. Bir-birinə bərabər olan fiziki kəmiyyətlərində modulların nisbəti vahidə bərabər olar. Əks şəriklər yüklər isə yenə də eyni qüvvənin təsiri ilə bir-birlərini itələyirlər. Daha sonra uşaqlar gəlir intensivlik. İntensivlik elektrik sahəsi intensivliyi. Elektrik sahəsi intensivliyi sahənin qüvvə xarakteristikasıdır. Sahəyə gətirilmiş müsbət sınaq yükünə təsir edən qüvvəyə bərabərdir və bu sınaq yüküdür. İntensivlik sınaq yükündən asılı deyil. Sınaq yükündən asılı deyil. Buradan kulon qüvvəsi üçün F bərabər Q-yə ifadəsində alırıq. Unutmayın bunu. Q-nun yerinə N7 yazıb hesablamanızı apara bilərsiniz. İntensivliyi F bölü Q sınaq olduğundan F-in kulon qanunu düsturun yerinə yazsaq yüklərdən biri ixtisar gedir. Qalır Q0 bölünsün R kvadrat. Vakuumda dielektrik daxilində isə K Q0 bölünsün epsilon R kvadrat olmuş olacaq. Gördüyümüz kimi həm qüvvə, həm də R məsafə ilə tərs kvadratik asılı olmuş oldu. Burada Q0 nöqtəvi yükdür və intensivlik sınaq yükünün asılı olması nöqtəvi yükdən düz mütənasib asılıdır. Bu belə, bu həmin düsturdur, yazdım bura. Bir də uşaqlar, ümumiyyətlə, yeni düsturunu belə də yaza bilərsiniz. Hansı ki, Y0-la əlaqələndirmək üçün yeni Y0-la əlaqə düsturu Y0 bölünsün epsilon olmuş olacaq. Baxın, bu Y0'dır, bölünsün epsilon yazdıq. Müsbət yükün intensivliyi uşaqlar. İntensivlik qüvvənin çəkəndə iki yük mütləq olmalıdır. Bir-birlərini cəzb edib etiləmələr olmalıdır. Amma müsbət yükün intensivliyi mənfi yükün intensivliyini çəkərkən sizə müəyyən bir nöqtə verəcək. Orada fərqi yoxdur. İki yük olmaya da bilər. Bir nöqtədə bizə kifayət edir. Müsbət nöqtəvi yükün yaratdığı sahənin intensivliyi yükə doğru yox,
yükdən xaricə doğru yönəlir, amma xətti çəkir sardan verilmiş nöqtədən yükę doğru yox, yükdən xaricə doğru, yəni verilən nöqtədən xaricə doğru yönəlir. Bu Y intensivlik. Mənfi yükdə isə verilmiş nöqtədən yükę doğru yönəlmiş olacaq. Bu da mənfi yükün intensivliyi müsbətdən əksinə, yəni verilən nöqtədən əksinə müsbətə yükę doğru yox, amma mənfi yükę doğru çəkmiş olursunuz. Məsələn, baxaq bura uşaqlar. Tutaq ki, bizə həm müsbət, həm də mənfi yük verib və bizdən istəyir ki, bu olsun Q1, qiymət Z-ni götürəcəm, modul Z-ni götürəcəm bunlara. Bu da Q2 olsun. Q1 müsbət yükdür. Müsbət yükün intensivliyini A nöqtəsinə çəkəndə özünü doğru yox, necə çəkmək lazımdır? A nöqtəsindən xaricə. Mənfi yükün baba oldu Y1, Q1-inki Y1. Q2 yükün intensivliyi isə uşaqlar olacaq. Deməli, A nöqtəsindən yükün özünə doğru. A nöqtəsindən yükün özünə doğru çəkmiş olacaq. Bu da oldu Y2. Deməli, yükün intensivliyi tapılanda nə edəcəyiz? Bunlar eyni istiqamətdə olduğuna görə yükün intensivliyi tapılarkən ayrı-ayrı intensivliklərin cəmini götürmüş olacaq. Daha sonra bu A nöqtəsində, baxın burada A nöqtəsini burada verib, müsbət yükün intensivliyi, baxın müsbət yük buradadır. A nöqtəsinin yükę doğru yox, xaricə Y1 olsun, bu Q1, bu da Q2 olsun. Mənfi yükün intensivliyi isə özünə doğru yönəlmiş olur. Baxın, bu da Y2, yəni verilmiş nöqtəsi olaraq baxmayaraq ki, ikisi də müsbət mənfi yüküdür. Eyni şəkil çəkmişəm, amma A nöqtəsi biri bunların daxil tərəflərində, digər isə yüklərin hər ikisində xarici tərəfində, yəni sağ tərəfində yerləşmiş oldu. Burada isə böyükdən kiçik çıxmaq lazımdır. Əgər yüklər qiymətcə bir-birlərinə bərabərdirsə, onda hansı intensivliyi daha böyük, daha kiçik götürə bilərik? İntensivlik dedik ki, məsafədən Y-nin düsturu KQ bölünsün R kvadratıdır, modulda Q. Məsafənin tərs kvadratikasıdır. Deməli, əgər yüklər qiymətcə bərabərsə, yalnız baxırıq məsafəyə. Bu A-dan Q2-yə qədər olan məsafə, bu da A-dan Q1-ə qədər olan məsafə. Gördüyümüz kimi Q2-yə qədər olan məsafə daha kiçik olduğundan Y2 daha böyük olmuş olacaq. Ona görə də Y2-nin intensivliyi tapılarkən Y2-nin intensivliyi tapılarkən Y2-dən Y1-ə çıxacaqsınız. Əks istiqamətdə olduğu çıxırsınız. Daha sonra baxaq bura. A nöqtəsində Q1 yükün intensivliyi yükę doğru yox, əksinə Y1. Mənfi yükdürsə özünə doğru gəlir. Bu da Y2. Aralarındakı bucaq 90 dərəcədir və bunu Pifaqorlamaq lazımdır. Deməli, əgər aralarındakı bucaq 90 dərəcə olarsa, Y2-nin intensivliyi tapılarkən, baxın, bu da Y2-nin intensivliyi. Bura doğru. Y2-nin intensivliyi bərabər olacaq. Y1-in kvadratı üstə gəlinsin Y2-nin kvadratına. Aha, bu da oldu Y2-nin intensivliyi. Əgər baxın, eyni istiqamət 0 dərəcədir, əks istiqamət 180 dərəcədir. Daha sonra perpendikulyarsa 90 dərəcədir. Fərqli bir bucaq verərsə 30, 60, 45, siz onları tapacaqsınız. Deməli, kosinuslar terminin. Gəlin kosinuslar termini burada yazım. Deməli, yükün sahənin intensivliyi Y1 kvadrat üstə gəlinsin Y2 kvadrat üstə gəlinsin 2, Y1, Y2, kosinus alfa ifadəsini hesablayıb yazacaqsınız. Sonra sahəmiz olur qeyri-bircins, bir də bircins sahə. Qeyri-bircins sahə nöqtəvi yükün yaratdığı sahədir. Müsbət yükdən xaricə doğru yönəlir və fikir verin, sahə get-gedə neyinir? Yükün yanında daha sıxdır, get-gedə neyinir? Seyrəkləşir. Mənfi yükün intensivliyi isə özünə doğru çəkilən oxşarələrdir, vektorlardır. Hər birində fərqi yoxdur, müsbətdir yoxsa mənfidir. Hər birində yükün yanında intensivlik böyük, uzaqlaşdıqca isə intensivlik azalacaq. Fərqi yoxdur, müsbət yükdür yoxsa mənfi yükdür. Deməli, baxın, burada bir nöqtəsi, burada da iki nöqtəsi. Get-gedə seyrəkləşmə baş verdiyinə görə, yükdən uzaqlaşdığına görə düsturunuz KQ bölünsün R kvadratdır. Məsafənin tərs kvadratikası olduğundan Y1 böyükdür Y2-dən. Bu həmçinin mənfi yükdədir, belədir uşaqlar. Modulca Y1 böyük olacaq Y2-dən. Onsuz da intensivlik tapılarkən yük modulda olduğuna görə həmin şaraya fikir verirsiniz. Deməli, birdən 2-yə getdikcə intensivliklə yanaşı təcil və qüvvə də azalmış olacaq. Yəni, azalan təcillə azalan qüvvə ilə deyəcəksiniz. Bircins sahə, məsələn, 2 belə lövhə qoyulub, onların sayısı bircins sahədə intensivlik müsbətdən mənfiyə doğru gedir. Bircins sahədə intensivliyin qiyməti və istiqaməti, sıxlığı hər yerdə eyni olur. Artıq burada fərqi yoxdur, müsbətə yaxındır, müsbətdən uzaqlaşır və s. nə edir? Heç bir önəmi yoxdur. Çünki baxın, sıxlıq və istiqamət eynidir. Y1 bərabərdir, Y2 o da bərabər konstant. Gəlin, bura 1-2 nöqtə qoyaq. 1 və 2 nöqtələri. Bununla yanaşı təcil və qüvvədə sabit olmuş olacaq. Artıq burada bərabər təcillə deyəcəksiniz. Yəni, bərabər yeniləşən, bərabər yavaşan deyib hesablamalarınızı aparacaqsınız. Daha sonra potensial. Elektrik sayısı potensiallı sahədir. Elektrik sayısının potensialı onun enerji xarakteristikasıdır. Potensial enerjinin sınaq yükün olan nisbətidir. Yəni, sahəyə gətirilmiş yükün potensial enerjisinə yükün potensialı deyilir. Və burada potensial yenə sınaq yükündən asılı deyil. Potensialın düsturu F0
Çıxarılışını birazdan deyəcəm, amma burada yazıram ki, gözünüzün qarşısında olsun. K2-0 baxın modulsuz bölünsün R. Burada da dielektrik daxilində bölünsün epsilon R olmuş olacaq. Buradan potensial enerjinin düsturuna baxın, bu ifadədən potensial enerjinin düsturunu Q vurulsun fi almış olaraq. Potensial enerjinin onda dəyişməsi olacaq. Görürsünüz modulsuz yazırıq. Qısa haradakı modulsuz görsəz mənfidirsə mənfi, məsələn, elektron olsa mənfi yazacaqsınız, proton olsa müsbəti yazırsınız. Q vurulsun fi 2 çıx fi 1 yazmış olarıq. Bu da potensial enerjinin dəyişməsi. Sonra müsbət küm potensialı və mənfi küm potensialı. Baxın, konsentrik belə çevrələrdir nöqtəvi yükdə, həmçinin mənfi yükdə də belədir. Vektorial kəmiyyət deyil bu, skalar kəmiyyət, intensivi isə vektorial kəmiyyət istiqamət var idi. Burada deməli uşaqlar nə baş verir? Müsbət yükün yaxınlığında potensial fi1 böyükdür fi2-dən, amma mənfi yükdəsə baxın modulsuz idi. Riyaziyyatdan müqayisə edirsiniz. Bu 1, bu da 2. Müsbət yükdən uzaqlaşdıqca azalır, mənfi yükdən uzaqlaşdıqca isə artmış olacaq. Və uşaqlar, bu bir çevrə üzərində, baxın, bir çevrə üzərində potensialların qiyməti bir-birinə bərabərdir. Belə sətlərə ekvipotensial səth deyilir. Yəni, məsələn, bura bir 3 nöqtəsi qoyaq, fi1 bərabər fi3. Bu ekvipotensial səthdir. Yəni, bərabər potensiallı səthlər. Daha sonra bir cins sahəsində isə intensivliyi ilə potensialı baxın, fi1, fi2, fi3 fikir verin, ardındakı bucaq neçə dərəcə oldu? 90 dərəcə oldu. Və intensivliyin istiqamətini getdikcə potensial azalır. Yəni, fi1 böyükdür. Fi2-dən o da böyükdür fi3-dən. Çünki bura hissə müsbət, bu hissə isə mənfidir. Baxın, bu bir düz xətt boyunca potensiallar bərabərdir. Yəni, fi1 bu xətt boyunca hər yerdə qiymət fi1-dir. Ona görə də həmin səth ekvipotensial səth adlanacaq. Keçək işə. İşin düsturu bilirdiniz. F vurulsun S kosinus alfadır. Burada F-in yerinə QY yazırsa olacaq QS kosinus alfa. Aha. İndi baxaq uşaq, tutaq ki, yük, müsbət yük, müsbət yük. Deməli, A nöqtəsindən B nöqtəsinə gedir və bizə deyir ki, fi2-də bütün potensiallar bir-birinə bərabərdir. Bizim üçün, baxın, bu S-dir, yer dəyişmənizdir. Bu da bizim D məsafəmiz olarsa, buradan D bərabər olacaq S kosinus alfaya. Deməli, baxın, bu əgər yer dəyişməsi S, aralarındakı bucaq alfadır, bu hissəndə D götürsək, D bərabər olacaq S kosinus alfaya. Deməli, burada S kosinus alfanın yerinə yazacaqsınız siz D. Düsturunuz olacaq Q, Y, D. Aha. Deməli, burada nəyə fikir verməlisiniz? Bizdə, deməli, iş nəyə bərabərdir uşaqlar? Mənfi işarələ potensial enerjinin dəyişməsidir. Mənfi işarələ potensial enerjinin dəyişməsi və ya müsbət işarənin kinetik enerjinin dəyişməsinə bərabərdir. Potensial enerjinin dəyişməsi Q vurulsun fi2 çıx fi1 yazmışdıq. Baxın, Q vurulsun fi2 çıx fi1. Amma iş bunun mənfi işarəsidir. Kinetik enerjinin dəyişməsi bunun mənfi işarəsi. Yəni, düsturunuz Q vurulsun fi1 çıx fi2 olacaq. Deməli, işin görülməsi üçün o mütləq potensialını etməlidir, dəyişməlidir. Və baxın, burada fi1 potensialınız, bu da fi2 potensialınız. fi1-dən fi2-yə keçməsinin trayektoriyasının, formasının asılı olmayaraq bütün hallarda, yəni bu hissə gedə bilər, tutaq ki, baxın, gedə bilər başqa trayektorlara boyunca. Əsl odur ki, 1-dən 2-yə keçib, ona görə bütün hallarda görülən işlər bir-birinə bərabərdir. Birazdan müsbət iş, mənfi iş onun haqqında da sizə məlumat verəcəm. Və bu da bərabərdir kinetik enerjinin dəyişməsinə. Kinetik enerjinin dəyişməsinin bir neçə düsturunu yazaq. M bölünsün 2, V kvadrat çıx V0 kvadrat. Daha sonra 1 bölünsün 2M P kvadrat çıxılsın P0 kvadrat. Yazıb hesablamalarınızı apara bilərsiniz. P0-ın kvadratı. Əgər hərəkət sükünətdən olarsa, baxın, bu hissədən V0, bu hissədən P0 seçsiniz, qarı MV kvadrat bölü 2, P kvadrat bölünsün 2. Yox, hərəkət yavaşlayansa, tormozlanıb dayanacaqsa, buradan V-ləri, P-lər seçsi olur, mənfi MV0 kvadrat bölü 2, mənfi P0 kvadrat bölü 2. Deməli, yavaşlayanda görülən iş mənfi olacaq. Yeyinləşəndə isə müsbət olacaq. Deməli, yeyinləşəndə delta YK artır, iş müsbətdir. Potensial enerji isə təbii ki, nə olacaq? Azalacaq. Potensial enerji azaldı. Yavaşlayandasa bunun tamamilə əksinə. Bərabər yavaşlayandasa əksinə olacaq. Əksinə. Aha. Daha sonra uşaqlar, iş görək, burada müsbət və mənfi yükün daxil olmasından və necə hərəkət etməsindən asılı olaraq necə dəyişəcək? Aha, burada onu demədim mən sizə. Deməli, fi1 çıxılsın fi2 ifadəsi potensial fərq və ya gərginlik adlanır. fi1 minus fi2 bizə verəcək potensial fərqi, yəni gərginlik. Gərginlik işarə olunur U hərfi ilə. Deməli, A bərabər Q vur U ifadəsi. Q7. Buradan da gördüyümüz kimi U bərabərdir Y vur D-yə və ya fi1 çıxılsın fi2 bərabərdir Y vur D ifadələrinə uyğun da sizin məsələləriniz var, hesablaya bilərsiniz. Mən sizə vahidlər demədim. Gəlin qaydaq vahidlərimizə. Onları deməyi unutdum. Deməli,
Baxırıq nəyə uşaqlar? Vahidlərimizə. Qüvvənin vahidi onsuz da bilirsiniz Newtondur. Potensialın vahidi, potensial enerji bölünsün yükdür. Deməli, potensialın vahidi, F-nin vahidi olacaq 1 joule bölünsün 1 kulon. Və mütləq yadda saxlayın ki, joule bölü kulon sizə verir voltu. Deməli, potensialın vahidi voltdur. Potensiallar fərqi, yəni gərginliyin də elə vahidi voltdur. Voltun yerinə joule bölünsün kulon yazmağı unutmayın. Çünki joule-un da əsas vahidlərin ifadəsini bilirsiniz, kulonun da. Elektrik sahəsi intensivliyində vahidini yazaq. O bərabərdir Y vurulsun dedi. Buradan Y bərabərdir O bölü D olduğundan onun yerinə volt, D-nin də yerinə metr yazsaz, alarıq ki, elektrik sahəsi intensivliyinin vahidi volt bölünsün metr və ya F bərabər Q vurulsun Y-dən, Y bərabər F bölünsün Q-dür, olacaq Newton bölünsün kulon. Aha. Bu da oldu elektrik sahəsi intensivliyinin vahidi. İndi gəlin işə baxaq. Bir neçə də qayda deyib yekunlaşdıracaq. Deməli, müsbət yük. Müsbət yükün intensivliyi, müsbət yük burada nöqtəvi yükdür, sahəni yaradan müsbət yükdür. Burada tutaq ki, mənfi yük A-dan B-yə, B-dən C-yə və C-dən də D-yə hərəkət edir. Aha, nə baş verir? Mənfi yükə təsir edən qüvvə müsbət yükə doğru yönəlir. Yəni, bunlar bir-birlərini cəzb edir. Amma biz onu AB trayektoriyası boyunca hərəkət etdirsək, qüvvə bura hayca və ilə yer dəyişmə bir-birinin əks yönəldiyindən görülən iş mənfi olacaq. Görülən iş əgər mənfidirsə, kinetik enerji azalır, potensial enerji də artmış olacaq. Amma baxın, B-dən C-yə. Deməli, bunu biz belə tam bir çevir etsək, B-dən C görəcəyiz ki, bir potensiallı səthdir. Yəni, ekvipotensial səthdir. Ekvipotensial səth zamanı, yəni B-dən C-yə, D-dən A-ya görülən işlər sıfıra bərabərdir. C-dən D-yə baxaq. Dediyim, müsbət və mənfi yüklər bir-birini cəzb edir. Müsbət yük, bu mənfi yük gətirmişdir sahəyə. Müsbət mənfi bir-birini cəzb etdiyinə görə yerdəyişməmiz də həmin istiqamətdədir. F-lə S eyni istiqamətdə olduğundan görülən iş müsbətdir. Kinetik enerji artır, potensial enerji isə azalmış olacaq. Daha sonra uşaqlar, baxın, bu bir cins sahədə də həmçinin. Əgər ekvipotensial səthdirsə, baxın, bir səth üzrə F1-dən, bu da F2-dir. Görülən işin görülməsi üçün F1-dən mütləq F2-yə keçməlidir. Amma bu F1 boyunca və ya yalnız F2 boyunca hərəkət edirsə, görülən iş sıfır olacaq. Yəni, intensivliyə perpendikulyar hərəkət edirsə, intensivlik xəttlərimiz budur. Ona perpendikulyar hərəkət edirsə, iş olacaq sıfır. Daha sonra bir də uşaqlar nə deyəcəksiniz? Məsələn, iki yük bir-birinə yaxınlaşır və ya bir-birindən uzaqlaşır. Məsələn, müsbət yük, bu da mənfi yük. Bunlar bir-birlərini eyni qüvvə ilə cəzb edirlər. Amma tutaq ki, bu yüklər sürətləri sağa, birində sağa, birində yəni əks istiqamətdədirlər, sola doğrudur. Ayrı-ayrı da götürürük. Görür ki, sürət və qüvvə əks istiqamətdə olduğuna görə bu hərəkət yavaşlayan hərəkətdir. Bu hərəkət də həmçinin eyni olacaq, yavaşlayan hərəkətdir. Amma təcilimizə baxaq. Təcili tapmaq üçün baxmaq lazımdır ki, arandakı məsafə necə dəyişir. Arandakı məsafə sürətə görə tapırsınız. MA bərabərdir, K vurulsun, modulda Q1, Q2 bölünsün R kvadratından. Məsafə artdığına görə təcil azalacaq. Yazacaqsınız ki, əzalan təcil ilə yavaşlayan. Gəlin birdən də nümunəyə baxaq. Müsbət yük, mənfi yük. Bunlar bir-birlərini qüvvəni siz çəkirsiniz uşaqlar. Qüvvəni siz çəkəcəksiniz, amma sürəti isə onlar verəcək. Sürət də tutaq ki, elə özlərinə doğru olsun, eyni istiqamətdə olsun. Hərəkət olacaq necə? Yeyinləşən. Və bunlar bir-birlərinə yaxınlaşdığına görə, yaxınlaşanda məsafə azalır. Məsafə azaldığında təcil artacaq. Deyəcəksiniz, artan təcil ilə yeyinləşən. Yəni, mütləq deyil, artan təcillə yeyinləşən, azalanla yavaşlayan deyəsiniz. Fərq eləmir. Siz çəkirsiniz, baxırsınız, görürsünüz, məsafə artırsa, azalan təcillə, məsafə azarsa, artan təcillə, sürətlə qüvvəni eyni istiqamət tapmışsa, yeyinləşən, əks tapmışsa, yavaşlayan deyəcəksiniz. Və uşaqlar, elektrik sahəsində intensivliyi görən kimi bura müsbət, bura mənfi qoyursunuz və sizə bura müsbət yük veribsə, müsbət yükə təsir edən qüvvə həmişə sahə istiqamətində, yəni mənfiyə doğru qüvvəni siz çəkirsiniz. Mənfi yükə təsir edən qüvvə isə həmişə sahənin əksinə olur, yəni müsbətə doğru olmuş olacaq. Bu halda uşaq tutaq ki, qüvvəni biz çəkdik, müsbət yükün sürətində verib, elə qüvvə istiqamətində artıq bir cins sahə olduğuna görə artan azalan təcillə yox, bərabər yeyinləşən və ya bərabər yavaşlayan yazırsınız. İstiqamətini yeni tapdığımıza görə bərabər yeyinləşən, əks istiqamətdə tapsaq əgər, baxın, tutaq ki, sürəti verib burada. Sürəti verib burada sağa doğru, qüvvəni biz sola çəkmişik, olacaq bu bərabər yavaşlayan. Aha, deməli uşaqlar, bir də ki, burada, məsələn, İçi boş metal daxilində sizdən soruşa bilər intensivliyi və potensialı. Bu mega düşür, abituriyentlərə düşmür. Deməli, metal daxilində, ümumiyyətlə, yüklər həmişə yüklənir. Əgər içi boş metaldırsa, yüklənəcək bunun həmişə səthində. Yəni, daxilində heç bir elektrik sayısı olmadığından, o da, A da intensivliyi sıfıra bərabərdir. İntensivliyi olacaq səthində, B-də toplanır və YB
GB KQ bölünsün R kvadratıdır. R yəni radiusu götürürsünüz, amma daxilində isə 0 oldu. Amma daxilində səthindən uzaqlaşdıqca artıq başlayacaq eneyinəməyə azalmağa. Onda, məsələn, C nöqtəsinin intensivi belə hesablanacaq. YC bərabərdir KQ bölünsün R üstə gəl, R-in kvadratı. Yəni, mərkəzdən olan məsafəni götürürsünüz. Bu R kiçik radiusumuzdur, böyük R isə səthdən olan məsafədir. Sizə birbaşa əgər mərkəzdə olan məsafə verərsə elə, siz burada R üstə gələr yox, həmin məsafənin kvadratı yazırsınız. Potensiala gələk. Potensial isə uşaqlar. Daxildə potensial var və sabitdir. Daxilində potensial var və sabitdir. Yəni, phi O bərabərdir phi A-ya, o da bərabərdir phi B-yə. Səthinə kimi bir-birlərinə bərabərdirlər. Phi A bərabərdir phi B, o da bərabərdir phi O-ya və düstur olaraq radiusu götürürsünüz. Yəni, heç bir məsafəni yox, yalnız radiusa bax. KQ, R kvadrat, KQ bölünsün R. Burada moduldadır, phi-də isə potensialda isə modulsuzdur. Səthdən uzaqlaşdıqca isə yenə R üstə gəlir. R dəfə azalmış olacaq. Bir də şortdaq isə yüklər verib və sizə bir A nöqtəsi verib. Bu A nöqtəsi buradadır. Sizə deyir intensiv, yekun intensiv potensial tapın. A nöqtəsində gəlin intensiv vektorlarını çəkək. Mənfi yüksə mənfi yükę doğru, müsbət yüksə müsbət yükę doğru yox, əksinə çəkirsiniz. İntensiv vektoru bu istiqamətdə olacaq. Tutaq ki, hər biri Y7-sə, kosinüslər terimindən istifadə edib yekun intensiviyi tapırsınız və ya Y7-sə elə cavabınız da olacaq ki, aha, indi potensiala baxaq. Potensialda istiqamət yoxdur. Siz ona fikir vermirsiniz. Nəyə fikir verirsiniz? Məsələn, yükümüz Q-dür, bu da mənfi Q-dür. Sadəcə nə edəcəksiniz? Yekun potensial ayrı-ayrı potensialların cəminə bərabərdir. İstiqamətə falan istəyən fikir verir. Q bölünsün R-də modulsuzdur da müsbət idi. Biri müsbət KQ bölü R yazıram. Üstə gəlsin, digər isə tutaq ki, məsafələr deyirdi, yüklərin qiymətləri də Q-dur. Sadəcə biri müsbət, biri mənfidir. Mənfi Q, baxın mötərizədə yazdım, bölünsün R. Bunlar da neyinir? Çıxılır, qalır 0. Yəni, bucağa falan fikir vermədən sadəcə toplayırsınız.